Verilmiş Python kodunun icrası hansı nəticəni verəcək? Bizə bir list verilib. Listin daxilində string tipindən, yəni ki, mətin tipindən elementlər var və deyir ki, n bərabər olsun həmin siyahıdakı maxa, yəni ki, ən böyüyə. Biz ədədlərdə bilirik ki, ədədlərdə ən böyük olan, yəni məsələn 15, 3, məsələn 16. Bunların içərisində ən böyük olanı seçirəm 16-nı. Məsələn, mətin tipində olandıqda nə edirəm? Orada artıq sıralamaya baxıram. Sıralama deyərkən əlifba sırası kimi, amma Unicode sırasına baxıram. Unicode sırasında ən sonda gələnlər bizdə max nəzərdə tutulur. Əvvəldə gələnlər isə minimum nəzərdə tutulur. İndi max dedikdə ən sonda bəs hansı olar ona baxaq. Unicode sırasına əsasən burada görürük ki, rəqəmlərdir, böyük hərflər və kiçik hərflər var. İlk öncə rəqəmlər gəlir. Məsələn, buradakını düzsək, əvvəlcə 1, 2, 3 gələr. Daha sonra 1, 5 gələr. Daha sonra 3. Daha sonra 4, 5, 6, 3 və 5 gələcək. Daha sonra isə artıq hərflərə keçəcək. Əvvəlcə Latin əlifbasının, yəni daha doğrusu Unicode-dakı böyük hərflər gəlir. Daha sonrası kiçik hərflər gəlir. Deməli, bizdə sıralamaya əsasən ən sonda yerləşən nə olur? 3 dənə A hərfi olur ki, burada cavabımız B variantı olur.